Salam əziz şagirdlər. Bugün izah edəcəyim mövzu birləşmələr nəzəriyyəsinin elementləridir. Əvvəlcə faktorial anlayışı ilə tanış olaq. Deməli, 0 faktorial və 1 faktorial hər ikisi 1-ə bərabərdir. 0 faktorial bərabərdir 1 və 1 faktorial bərabərdir 1 qəbul edilir. N faktorial dedikdə 1-dən n-ə qədər olan natural ədədlərin hasili başa düşülür. Məsələn, 1 faktorial bərabərdir 1, 2 faktorial bərabərdir 1 vurulsun 2 bərabərdir 2, 3 faktorial bərabərdir 1 vurulsun 2 vurulsun 3 bərabərdir 6, 4 faktorial 1-dən 4-ə qədər ədədlərin hasili 24, 5 faktorial 1-dən 5-ə qədər olan natural ədədlərin hasili 120, 6 faktorial 1-dən 6-ya qədər olan natural ədədlərin hasili bərabərdir 720. Faktorialın bəzi açılış qaydalarına baxaq. Məsələn, biz 5 faktorialı bərabərdir 5 vurulsun 4 faktorial şəklində yaza bilərik. Bu nə üçün belədir? 5 faktorialın açılışı 1-dən 5-ə qədər ədədlərin hasilidir. 1 vuraq, 2 vuraq, 3 vuraq, 3 vuraq, 4 vurulsun 5-dir. 1-dən 4-ə qədər ədədlərin hasili bizə 4 faktorial verdiyi üçün 5 faktorialı biz 5 vurulsun 4 faktorial şəklində yaza bilirik. Və yaxud 5 faktorial yenə də 1-dən 5-ə qədər ədədlərin hasili şəklində yazsaq, 1-dən 3-ə qədər ədədlərin hasilini 3 faktorial desək, bərabərdir 5 vurulsun 4 vurulsun 3 faktorial şəklində yaza bilərik. Davam elətdirə bilərik 1 faktoriala qədər, yəni 1 faktorial alınana qədər. Məsələn, təkcə 5 faktorial üçün yox, istənilən bir ədəd üçün yaza bilərik. Məsələn, 8 faktorialı lazım gəlirsə 8 vurulsun 7 faktorialda saxlaya bilərik. 8 faktorialı 8 vurulsun 7 vurulsun 6 faktorialda saxlaya bilərik. Və yaxud davam edib 8 vuraq, 7 vuraq, 6 vuraq, 5 faktorialda saxlaya bilərik və s. 1-ə çatana qədər bu prosesi davam edib sonuncu vuruğun yanına mütləq faktorial işarəsini qoymaq lazımdır. Ümumiyyətlə, n faktorial açan zaman bəzi açılışları var. N faktorial bərabərdir n vurulsun n çıxılsın 1 faktorial. Hər dəfə deməli, hər sonraki vuruq əvvəlki vuruqdan deməli, bir vahid azdır. Yəni, 1 çıxa-çıxa azaldırıq. Və yaxud n faktorial bərabərdir n vurulsun n-1 vurulsun n çıxılsın 2 faktorialda saxlayarıq. N faktorial bərabərdir n vuraq n-1, n-2, n-3 faktorialda saxlaya bilərik. Bu prosesi də 1-ə qədər davam elətdirə bilərik. Bəzi misalların həllinə baxaq. Məsələn, 5 faktorial bölünsün 3 faktorial. Bu tip misalları həll edəndə baxırıq. Kəsirin sürəti böyütürsə sürətin, məxrəc böyütürsə məxrəcini açmaq lazımdır. Bizdə kəsirin sürəti daha böyük olduğu üçün məxrəcə çatana qədər açırıq. Məxrəc 3 faktorialdır. 5 faktorial yazırıq, 5 vuraq, 4 vuraq, 3 faktorial, bölünsün 3 faktorial. 3 faktoriallar ixtisar gedir, 5 dəfə 4, 20 alınır. Növbəti misal. 10 faktorial vuraq 18 faktorial, bölək 8 faktorial vuraq 20 faktorial. Burada isə yaxın olan ədədlərə baxırıq. 10 ilə 8 yaxındır, 18 ilə də 20 yaxındır. Böyüyü kiçiyə qədər açmaq lazımdır. 10-u 8-ə qədər açmaq lazımdır. 20-ni isə 18-ə qədər açmaq lazımdır. 10 faktorialı yazırıq. 10 vuraq, 9 vuraq, 8 faktorial vurulsun. Sürətdə 18 faktorial saxlayırıq. Çünki 18 faktoriala nəzərən 20 faktorial açacaq. Bölək 8 faktorial vurulsun. 20 faktorialı 18 faktoriala qədər açmalıyıq. Olur 20 vuraq, 19 vuraq, 18 faktorial. Biz burada 8 faktorialdan 8 faktorialı, 18 faktorialdan 18 faktorialı ixtisar edərik və 10 ilə 20-ni ixtisar edəsək, məxrəcdə qalar 2 vuraq 19, 38, sürətdə isə qalar 9. Növbəti misala baxaq. 7 faktorial bölək 5 faktorial, üstəgələk 8 faktorial bölək 4 faktorial. Hər iki kəsirin sürəti məxrəcindən böyük olduğuna görə sürətlərini açırıq. 7 faktorialı açırıq 5-ə qədər. 7 vuraq, 6 vuraq 5 faktorial, bölək məxrəcdə 5 faktorial. Üstəgəlsin. 8 faktorial 4-ə qədər açırıq. 8 vuraq, 7 vuraq, 5 vuraq, 6 vuraq, deməli 5 vuraq 4 faktorial, bölək 4 faktorial. Bərabərdir. 5 faktoriallar birinci kəsirdən ixtisar olunur, 4 faktoriallar da ikinci kəsirdən. 7 dəfə 6, 42, üstə gələk
deməli 6 dəfə 5 30, 30-u 7-yə vuranda 210, 210-u da 8-ə vuranda 1680. 1680, bunlar da toplayanda 1722 eləyər. Növbəti misalımız 5 faktorial minus 1 bölünsün 5 faktorial daha doğrusu sürətdə 5 faktorial çıxılsın 1 vurulsun 5 faktorial plus 1 bölək 121. Açmağa ehtiyac yoxdur. Sadəcə 5 faktorialın qiyməti yerinə yazmalıyıq. 5 faktorial nə deməkdir? 1-dən 5-ə qədər ədədlərin hasili 1, 2, 3, 4, 5. Bərabərdir 120-yə. 120-dən 1 çıxsaq 119 vuraq. 120-dən 120 üstünə 1 gəlsək 121 bölək 121. Burada 121-ə ixtisar gedər. Cavab qalar 119. Növbəti misal. N faktorial bölünsün n çıxılsın 2 faktorialı sadələşdirək. N çıxılsın 2-dən 2 vahid böyük olduğuna görə n faktorialı n çıxılsın 2-yə qədər açırıq. Birinci n-in özü yazırıq. N vurulsun. Sonra n-dən 1 çıxanda olur n çıxılsın 1. Lazımdır ki 1-dən də açaq. N çıxılsın 1-dən də 1 çıxanda n çıxılsın 2 faktorialda saxlayırıq. Çünki məxrəc n çıxılsın 2 faktorialdır. İxtisar gedir qalır n vurulsun n minus 1, yəni n kvadrat çıxılsın n. Və ya növbəti misalımız 2n plus 1 faktorial bölü 2n plus 3 faktorial. Baxırıq ki, məxrəc daha böyükdür. Ona görə məxrəci açırıq. Məxrəc 2n plus 1-ə qədər açılır. Birinci 2n plus 1-in özü. 3-ün özü. Sonra 2n plus 3-dən 1 çıxanda 2n plus 2. Sonra 2n plus 2-dən də 1 çıxanda 2n plus 1. Artıq sürətə çatdıq və burada dayanıb faktorial işarəsini qoymalıyıq. Sürətdə də 2n üstəgəlsin 1 faktorial. Sürətlə məxrəcin vuruğunun bir ixtisar gedir. Qalır 1 bölək 2n plus 3 vuraq 2n plus 2. Ehtiyac olarsa çox əldə vurulması qaydasından da vurub aça bilərik. Növbəti bir misal. N faktorial çıxılsın n çıxılsın 2 faktorialı vuruqlara ayırın. Sual bu şəkildə verilib. Əvvəlcə n faktorialı n çıxılsın 2-yə qədər açırıq. Olur n vurulsun n minus 1 vuraq n minus 2 faktorial çıxılsın n minus 2 faktorial bərabərdir. Buradan görürük ki n çıxılsın 2 faktorial ortaq vuruqdur. Yazırıq n çıxılsın 2 faktorial mötərizə xaricdən çıxdı. Mötərizə daxilində qaldı n vuraq n minus 1. N minus 1 çıxılsın 1. Bu da bərabərdir. N minus 2 faktorial vurulsun n kvadratı çıxılsın n çıxılsın 1 şəklində vuruqlara ayırdıq. Aşağıda verilmiş təhlilləri həll edin. Birinci, n faktorial bölünsün n çıxılsın 2 faktorial vurulsun 2 faktorial bərabərdir 21. Baxırıq ki, sürət daha böyükdür. Ona görə sürəti açırıq. N çıxılsın 2-yə qədər. Yazırıq n vurulsun n çıxılsın 1 vuraq n çıxılsın 2 faktorial bölünsün məxrəcdə n çıxılsın 2 faktorial vurulsun 2 faktorialda açılışı yazırıq 1 vuraq 2 bərabərdir 21. N çıxılsın 2 faktoriala ixtisar gedir. Sürəti vurub açanda qalır n kvadratı çıxılsın n bərabərdir. 21-i məxrəcə vuranda 42. Sola keçirsək n kvadrat çıxılsın n çıxılsın 42 bərabərdir 0. Çevrilmiş kvadrat tənlikdir. Köklərinin cəmi müsbət 1, hasili isə mənfi 42 edir. Həmin ədədlər müsbət 7, mənfi 6-dır. N burada natural ədəd olmalıdır. Ona görə mənfi 6 kənar kökdür. Çünki faktorial 0 və natural ədədlərə aiddir. Deməli, cavab oldu 7. Növbəti sual. 3n plus 3 faktorial vurulsun n çıxılsın 1 faktorial bölü 3n plus 1 faktorial vurulsun n plus 1 faktorial bərabərdir 10. Tənliyini həll edək. Sürətdəki vuruqlardan biri 3n plus 3-dür. Ona uyğun olan məxrəcdə 3n plus 1-dir. Sürət daha böyükdür. Ona görə 3n plus 3-ü 3n plus 1-ə qədər açırıq. Məxrəcdəki vuruğun biri n plus 1-dir, sürətdəki isə n minus 1-dir. Buradan görünür ki, n plus 1 n minus 1-dən böyükdür. Ona görə buradan bu ikisindən n plus 1 açmaq lazımdır. Deməli, sürətdə 3n plus 3 faktorialı biz 3n plus 1-ə qədər azaltmalıyıq. 3n üstəgələk 3 vurulsun 3n üstəgələk 2 vuraq 3n plus 1 faktorial vurulsun n minus 1 faktorialı saxlayırıq. Məxrəcdə 3n üstəgəlsin 1 faktorial vurulsun n plus 1 faktorialı n çıxılsın 1-ə qədər açırıq. Birinci n plus 1-in özü vurulsun. N plus 1-dən 1 çıxanda n, vurulsun n-dən də 1 çıxanda n çıxaq 1 faktorialda saxlayırıq. Bərabərdir 10. İxtisarlara aparsaq n çıxılsın 1 faktoriallar ixtisar gedir.
3n plus 1 faktoriallar da ixtisar gedir. Sürətdə 3n plus 3 vura 3n plus 2 qaldı. 3n plus 3-dən 3-ü mötərizə xaricinə çıxardıram n plus 1. Məxrəc vuraq 3n plus 2. Məxrəcdə isə qaldı n vurulsun n plus 1. n plus 1 bərabərdir 10-a. n plus 1-ləri ixtisar edirəm. Sürətdə 3-ü vuram 3n plus deməli 3n plus 2-yə. Deməli buradan alınır 6n plus 4. 6n üstə gəlsin 4 bərabərdir 10n-ə və 6n-i sağa keçsəm 4n bərabərdir 4-ə. n də bərabərdir 1 olur. Gətirib yerinə qoyub yoxlamaq da olar. Növbəti verilmiş tənlik n faktorialın kvadratı bərabər 4 vurulsun n faktorial üstə gəlsin 12 tənliyini həll edin. Bu tənliyi həll etmək üçün biz əvəzləmə aparmalıyıq. n faktorial bərabərdir t əvəzləməsi eləsək, t kvadratı bərabərdir 4t üstə gəlsin 12 tapırıq. 4t üstə gəlsin 12-ni sola keçsək olur. T kvadratı çıxılsın 4t çıxılsın 12 bərabərdir 0-a. Köklərini tapsaq t1 bərabərdir. Toplayanda 4 vuranda mənfi 12 ilə ədədlər 6-dır. T2 də bərabərdir mənfi 2-dir. Mənfi 2 kənar kökdür. Çünki n faktorial heç vaxt mənfi ədəd verə bilməz. Deməli, n faktorial bərabərdir 6-ya. 6-da baxmalıyıq ki, 1-dən neçəyə qədər olan ədədlərin hasilidir. Bunu bilmək üçün yazırıq. 1 vuraq, 2 vuraq, elir 2, 3-ə vuraq, elir 6. Aha. Deməli, n faktorial bərabərdir 1 vuraq, 2 vuraq, 3 imiş. Yəni, 3 faktorial imiş. Bu demək ki, n bərabərdir 3-ə. N bərabərdir 3. Vurma prinsipi və deməli, daha çox istifadə olunan prinsipdir. Məsələ həllərində geniş şəkildə istifadə olunur. Burada qeyd eləmişəm, yadda saxla, birgə seçim zamanı lazım olur. Yəni, 2 elementi, 3 elementi və s. bir neçə elementi bir yerdə seçməyə məcbur oluruqsa, bu zaman vurma prinsipindən istifadə edəcəyik. Və bu prinsip necədir? A elementini n üsul ilə, B elementini m üsul ilə seçmək mümkündürsə, AB cütünü artıq bu cüt şəklində seçirəmsə, deməli bir yerdə seçməliyəm. AB cütünü n vurulsun m üsul ilə seçmək olar. Məsələn, burada belə bir məsələ qeyd etmişəm. 3 köynək və 4 şalvarı neçə fərqli üsul ilə geyinmək olar. Deyək ki, burada 3 köynəyimiz var. Biri olsun ağ, biri olsun qara, biri də olsun sarı. 4 şalvarımız var. Olsun yaşıl, boz, mavi, tutaq ki, başqa bir bənövşəyi. Bunlar deməli köynəklərdir. Bunlar isə şalvarlardır. Sual belədir ki, neçə fərqli üsulla geyinmək olar? Yəni, bir köynək, bir şalvar olaraq neçə fərqli üsul yaratmaq olar? Təsəvvür edin ki, 3 köynəyimiz var, 4 dənə şalvarımız var. Biz bunlardan müxtəlif kombinasiyalar yaratmaqla hər gün bir fərqli geyimlər geyinmək istəyirsə, bunu necə edə bilərik? Məsələn, ağ köynəklə bir gün yaşıl şalvarı, bir gün boz şalvarı, bir gün mavini, bir gün isə bənövşəni geyinmək olar. Deməli, ağ köynəklə 4 üsul əldə edə bilirəm. Artıq ağ köynəklə olan bütün variantları seçmiş oldum. Keçək qara köynəyə. Yenidən qara köynəklə biz yaşıl şalvarı, boz şalvarı, mavi şalvarı və bənövşə şalvarı geyinə bilərik. 4 üsul da buradadır. Deməli, qara köynəyə də 4 üsul var. 4 üsul var. Sarı köynəkdə yenə eyni qaydada yaşılla da geyinə bilərik, bozla da, mavi ilə də, bənövşə ilə də. Deməli, sarı köynəkdə 4 üsulla geyinə bilərik. Yəni, 4 şalvarla geyinə bilərik. 4, 4, 4, 3 dəfə 4, elədi neçə? 12 üsul. Deməli, biz 12 üsulla bu kombinasiyanı qura bilərik. Deməli, bizə lazım idi
Köynək və şalvarı bircə geyinmək. 3 köynəyim var idi, 4 dənə şalvarım var idi. Bir köynək, bir şalvar neçə üsulla geyinə bilərdim? 3 vurulsun 4 üsulla. Artıq biz təkcə köynək geyinsək bizə kifayət eləməz və ya təkcə şalvar geyinsək kifayət eləməz. Köynək və şalvarı biz bircə geyinməliyik ki, bizə lazım olan formanı alaq. Ona görə vurma prinsipindən istifadə edirik bu hallarda. Bu təkcə 2 dənə seçim üçün deyil. Məsəl üçün, A elementini N üsulla, B elementini M üsulla, C elementini də K üsulla seçə bilirəmsə, tutaq ki, belə deyək də, köynəkdir, şalvar da ayaqqabıdır. İndi köynəkdən N dənədir, şalvardan M dənədir, ayaqqabıdan da K dənədir. Köynək, şalvar və ayaqqabını neçə müxtəlif üsulla geyinə bilərəm? O da olur N vurulsun, M vurulsun, K üsulla. Yəni, bax, burada bircəlik varsa, əgər seçilmişləri biz bircə istifadə eləməliyiksə, onda bunlar hər birinin seçimlərinin sayı digər seçimlərin sayına vurulur. Belə bir məsələyə baxaq. Vurma prinsipinə aid olan məsələlərdir. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 5 rəqəmli ədəd düzəltmək olar? Rəqəmləri təkrarlanmayan neçə müxtəlif 5 rəqəmli ədəd düzəltmək olar? 5 rəqəmli ədəd düzəltmək istəyirsə, deməli, birinci rəqəmi, ikinci rəqəmi, üçüncü rəqəmi, dördüncü və beşinci rəqəmi seçməyə çalışın. Rəqəmlər təkrarlanmamalıdır. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə edib biz 5 rəqəmli ədəd düzəltməliyik. 5 rəqəmli ədədin mən birinci rəqəmi neçə üsulla seçə bilərəm? Bu rəqəmlərdən istənilən biri həmin ədədin birinci rəqəmi ola bilər. Deməli, birinci rəqəm üçün 1, 2, 3, 4, 5 dənə seçimim var. Deməli, 5 üsulla birinci rəqəmi seçə bilərəm. 5 üsulla. Artıq birinci rəqəmi seçdimsə, seçdiyim rəqəmi silirəm. Məsəl üçün, tutaq ki, 4'ü seçmişəmsə, 4'ü silməliyəm. Nəyə görə? Çünki rəqəmlər təkrarlanmayan olmalıdır. 4 təzdən bir də yazıla bilməz. İkinci rəqəmi seçmək üçün yerdə bu rəqəmlərin hər birini ikinci rəqəm olaraq seçə bilərəm. 1'i də, 2'ni də, 3'ü də, 4'ü də seçə bilərəm. 5'i də seçə bilərəm. Daha doğrusu 4'ü seçə bilmərəm artıq. Çünki 4 birinci rəqəmə seçilir. Yerdə qalır 4 üsul. Deməli, ikinci rəqəmi seçmək olar 4 üsulla. 4 üsulla. Məsəl üçün, götürəm, bu da 1'i seçmişəm. Üçüncü rəqəm üçün yerdə seçimlərin sayı 2, 3 və 5. Seçimlərin sayı 3 dənədir. 3 üsulda, 3 üsulla da üçüncü rəqəmi seçərəm. Üçüncü rəqəm də bunlardan biri oldu. Məsəl üçün, elə 2 olsun. Dördüncü rəqəmi seçmək üçün əlimdə bir seçimim qaldı. Deməli, 2 üsul qaldı. 3 və 5 qalıb. 2 üsul. Artıq dördüncü rəqəmdə seçdim. Sonuncu rəqəmi artıq bircə üsul qaldı. 1 üsul. Deməli, indi 5 rəqəmli ədədi əldə eləmək üçün rəqəmlərin 5'ini eyni anda yazmalıyım. Yəni, bunları bir yerdə yazmalıyım. Bir yerdə yazmağa məcburuqsa, onda biz bunları bir-birinə formalayıq. 5 vurulsun, 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1 bərabərdir. 5 faktorial edir bu da bərabərdir nəyə? 120'yə. Deməli, 5 dənə rəqəmdən istifadə etməklə rəqəmləri deməli, müxtəlif olan 120 dənə 5 rəqəmli ədəd seçmək olar. Növbəti sualımıza baxaq. Sadəcə burada fərqli olan məqam nədir? Rəqəmlərdən biri 0'dır. Yenə də deyil, 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 5 rəqəmli ədəd düzəltmək olar? Məsələn, burada da birinci rəqəm, ikinci rəqəm, üçüncü rəqəm, dördüncü rəqəm və beşinci rəqəm seçməyə çalışaq. Deməli, birinci rəqəm neçə üsulla seçə bilərəm? Bilirik ki, ədəd 0-la başlaya bilməz. Ona görə birinci seçimdə 0 kənarda qalır, yerdə qalan 1, 2, 3, 4 deməli, burada rəqəmin birini silək. Çünki biz 5 rəqəmli ədəddən 5 dənə rəqəmlə 5 rəqəmli ədəd düzəltməyə çalışırıq. 0, 1, 2, 3, 4 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan 5 rəqəmli neçə 5 rəqəmli ədəd düzəltmək olar? Bunun birinci rəqəmini
neçə üsulla seçə bilərəm? Birinci rəqəmdə 0-ı seçmək olmaz. Çünki ədəd 0-dan başlamır. 1, 2, 3 və 4-ün hər birini seçə bilərəm. Deməli, birinci seçim üçün 4 üsulumuz var. Birinci seçim 4 üsul. Məsəl üçün, bunlardan hər hansı biri olsun, seçdim artıq. İkinci rəqəmi artıq 0 ola bilər. Təkcə birinci rəqəm 0 ola bilməz. İkinci də, üçüncü də, dördüncü də, beşinci də 0 ola bilər. Artıq deməli 0 qayıtdı. İndi 0-dan istifadə edə bilərəm ikinci rəqəm seçəndə. Yerdə neçə rəqəm qalıb? 1, 2, 3, 4 dənə. Deməli, ikinci rəqəmi də 4 üsulla seçə bilərəm. Məsəl üçün, bu elə olsun 0-ın özü. Üçüncü rəqəmi seçmək üçün 3 üsulum qaldı. Bu 1, 2, 4, 3 dənə rəqəm qaldı. Bunların da biri seçildi. Dördüncü rəqəmi seçmək üçün 2 rəqəm qaldı. Bunda biri seçildi. Beşinci rəqəmi də seçmək üçün 1 dənə rəqəm qaldı. Burada olur demək cavab 4 vurulsun, 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1 bərabərdir. 4 dəfə 4, 16, 3-ə vursam 48, 2-ə vursam 96, 1-ə vursam yenə də 96. Deməli, əgər rəqəmlərdən biri 0 olarsa, birinci rəqəmi seçəndə diqqətli olmalıyıq ki, 0-ı biz birinci rəqəm olaraq seçə bilmərik. Növbəti bir sual. 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli ədəd düzəltmək olar? Artıq 6 dənə rəqəm verib, bizdən 4 rəqəmli ədədi tələb edir. Neçə dənə? 4 rəqəmli ədədin birinci rəqəmi, ikinci rəqəmi, üçüncü və dördüncü. Həmişə bunu yazırıq ki, əlimizdə olsun, rahat olsun. Birinci rəqəmi seçmək üçün 1, 2, 3, 4, 5, 6 rəqəmlərin hər birindən istifadə edə bilərəm. Deməli, birinci rəqəmi seçmək üçün əlimizdə 6 üsul var. 6 üsuldan birinci rəqəmi seçə bilərəm. İstənilən birini seçdim, birinci rəqəm olaraq. İkinci rəqəmi seçmək üçün yerdə qaldı 5 üsul. İkinci rəqəm 5 üsulla seçilir. Biri də getdi. Üçüncü rəqəmi seçmək üçün yerdə qalıbdı, deməli 1, 2, 5, 6, 4 üsul. Bunların da biri getdi. Deməli, 4 üsul bu. Dördüncü rəqəmi seçmək üçünsə əlimizdə qaldı neçə üsul? 3 üsul. 3 üsul, bunu da birini seçdik. Deməli, biz 4 rəqəmli ədədi düzəltmək üçün onun birinci, ikinci, üçüncü, dördüncü rəqəminin hər birini eyni anda seçməliyik ki, o 4 rəqəmin hər biri eyni anda əlimizdə olmalıdır ki, o 4 rəqəmli ədədi biz əldə edə bilək. Onda vurma prinsipinə görə 6 vuraq, 5 vuraq, 4 vuraq, 3 bərabərdir. 6 dəfə 5, 30, 4-ə vursam 120, 3-ə vursam 360. Deməli, ədəd düzəltmək olar. Növbəti məsələ 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli ədəd düzəltmək olar. Yenə 6 dənə rəqəm verib, 4 rəqəmli ədədlərin sayını istəyir. Yazırıq birinci rəqəmi, ikinci rəqəm, üçüncü rəqəm və dördüncü rəqəm. Birinci rəqəmi seçmək üçün buradakı bu 6 dənə rəqəmdən yalnız 0-ı seçə bilmərəm. Çünki ədəd 0-la başlamır. Deməli, birinci rəqəmi seçmək üçün əlimizdə 5 seçim var. Yəni 5 şansımız var. Birinci rəqəm 5 üsulla seçilir. Məsələn, bunlardan birini birinci rəqəm olaraq seçdimsə, üstünə xətt çəkirəm. Xətti nəyə görə çəkirəm? Bu təkrarlanmayan sözünə görə. Artıq mən bu ədədi seçmişəmsə, bu rəqəmi seçmişəmsə, növbəti rəqəm 3 ola bilməz. Artıq seçdiyimin üstünə xətt çəkməliyəm. Ondan bir daha istifadə edə bilmərəm. İkinci rəqəmdə artıq mən 0 istifadə edə bilərəm. İkincidə də, üçüncüdə də, dördüncüdə də 0 istifadə oluna bilər. Deməli, 0 qayıtdı bu rəqəmlərin içərisinə. Onda ikinci rəqəmi seçmək üçün üsulların sayı 1, 2, 3, 4, 5. 5 üsuldan seçərəm. Birini də seçdim. Üçüncü rəqəmi seçmək üçün 1, 2, 3, 4 üsulum qaldı. Rəqəmin birini də seçdim. Üçüncü rəqəmi seçmək üçünsə, deməli, neçə üsul qaldı? 3 üsul. 1, 2 və 3 üsul. Və yenə də 4 rəqəmli ədədi düzəltmək üçün rəqəmlərin 4-də eyni anda bizə lazımdır ki, ədədi yaza bilək. Və eyni anda lazımdırsa, birgəlik prinsipi, yəni vurma prinsipinə görə vururuq bir-birinə. 5 vurulsun, 5 vurulsun, 4 vurulsun, 3 bərabərdir. 5 dəfə 5, 25, 4-ə vursaq 100, 3-ə də vursaq 300 alarıq. Növbəti məsələ
0, 1, 2, 3, 4, 5, 6, 7 çoxluğunun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan, rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmini tək ədəd düzəltmək olar? Artıq burada şərtlər 2 dənə əlavə şərt ortaya çıxdı. Cüt rəqəmlə başlayan və tək ədəd. Yəni tək ədəddə tək rəqəmlə qurtarmalıdır. Rəqəmləri yazıram bura, həmin rəqəmlə 0, 1, 2, 3, 4, 5, 6, 7 yazdım. Bizə lazım olan deməli, ədəd 4 rəqəmli olmalıdır. 4 rəqəmli. Birinci rəqəm, ikinci rəqəm, üçüncü rəqəm və dördüncü rəqəm. Və bizə yenə orada təkrarlanmayan sözünü veribdir. Yəni, seçdiyim ədədin üstündə xətt çəkməliyəm. Bu o deməkdir. Şərtdə deyək ki, cüt rəqəmlə başlayan. Cüt rəqəmlə başlaması üçün 2 ilə başlaya bilər, 4 ilə başlaya bilər, 6 ilə başlaya bilər. 3 dənə cüt rəqəmimiz var. Deməli, birinci ədədi seçmək üçün bu 3 ədəddən istifadə etməliyik. 0 yaza bilməliyik təbii ki, birinci rəqəm. Deməli, birinci rəqəmi seçmək üçün əlimizdə 3 şansımız var. Artıq bunlardan hansısa birini seçdimsə, bu 3 rəqəmdən hansısa birini seçdimsə, onun üstünə xətt çəkməliyim. Məsəl üçün, 2-ni seçdim. Və bir də sonda nə olmalıdır? Tək ədəd olmalıdır. Tək ədəd olması üçün sonuncu rəqəmi tək olmalıdır. Sonuncu rəqəmi, yəni 4-cü rəqəmi tək olmalıdır. Tək rəqəmlər hansılardır burada? 1, 3, 5, 7. Deməli, sonuncu rəqəmi də seçmək üçün əlimizdə 1, 2, 3, 4 dənə üsul var. 4 üsulda sonuncu rəqəmi seçə bilərik. Əlimizdə olan tək rəqəmlərin sayı 4 dənə olduğu üçün. Artıq tək rəqəmini də seçmişəmsə, sonuncu rəqəmi seçmişəmsə, onda bu tək rəqəmlərdən birində silirəm. Bizə qoyulan şərtlərin hər ikisinə əməl elədik. Cütlə başlamalı, təklə qurtarmalı. Cütlərin sayı 3 dənədir, birinci rəqəm 3 olacaq, təklərin sayı 4 dənədir, sonuncu deməli seçimlərin sayı da 4 olacaq. Artıq ikinci və üçüncü rəqəmin önəmi yoxdur. İstənilən birini seçə bilərik. Deməli, yerdə neçə rəqəm qalıb? 1, 2, 3, 4, 5, 6. İkinci rəqəm 6 üsulundan seçərəm. Artıq seçdiyimi yenə silirəm. Birini sildim. Üçüncündə 5 üsulundan seçə bilərəm. Və mən həmin o 4 rəqəmli ədədi düzəltmək üçün bunları eyni anda seçməliyəm. Deməli, vurmalıyam bir-birinə. 3 vuraq, 6 vuraq, 5 vuraq, 4 bərabərdir. 5 dəfə 4, 20. 6-ya vuranda 120. 3-ə də vuranda deməli 360 üsul oldu. 360 üsul. Növbəti sual. 1, 2, 3, 4, 5, 6, 7, 8 çoxluğunun elementlərindən istifadə etməklə 4000-dən böyük 5-ə bölünən neçə 4 rəqəmli ədəd yazmaq olar? Yenə birinci, ikinci, üçüncü və dördüncü yazıram. Burada məsələ nədir? Rəqəmlər təkrarlana bilər. Bu deməkdir ki, hər hansısa bir rəqəmi seçdimsə, onu silmirəm. Ondan yenidən istifadə edə bilərəm. Yəni, təkrarən bir də istifadə edə bilərəm. Problem yoxdur. Amma şərt nədir? 4 rəqəmli ədəd və 4000-dən böyük olmalı. Birinci şərtimizin 4000-dən böyük olması. 4000-dən böyük olması. 4000-dən 4 rəqəmli ədədlər təbii ki, 1000-dən 9999-a qədərdir də. Həmin ədədlər içərisində 4000-dən böyük olanlar 4001-dən başlayır. Yəni, bu ədəd 1 ilə başlasa, 1000 neçə yüzlər 4000-dən böyük olmaz, 2000 neçə yüzlər 4000-dən böyük olmaz, 3000 neçə yüzlər 4000-dən böyük olmaz. Deməli, 4000-dən böyük olması ən azı bu 4 ilə başlamalıdır. 4 ilə başlamalıdır. Deməli, bunun birinci rəqəmi 4, 5, 6, 7, 8 olsa, 4000-lər, 5000-lər, 6000-lər, 7000-lər və 8000-lərin hər biri 4000-dən böyükdür. Deməli, birinci rəqəmi seçə biləcəyim üsulların sayı 1, 2, 3, 4, 5. Birinci rəqəmi 5 üsulla seçə bilirəm. Artıq deyilən birinci şərtə əməl elədim. Artıq bu 5 üsulla seçdiyim ədədlərdən alınan ədədlər hamısı 4000-dən böyük olacaq. Və bir şərtimiz də var ki, 5-ə bölünsün. 5-ə bölünən ədəd olması üçün sonu 0 və ya 5 olmalıdır. Bu rəqəmlərin içərisində də 0 yoxdur, təkcə 5 var. Deməli, sonuncu rəqəmi seçmək üçün bircə şansım var.
Sonuncu rəqəmi seçmək üçün bircə şans var. Və yenə də seçdiyimin üstündən xətt çəkmirəm. Ona görə xətt çəkmirəm ki, seçilən rəqəm təkrarən bir də təkrarlana bilər. İkinci və üçüncü rəqəm isə bunlardan istənilən biri ola bilər. İkinci rəqəmi, burada neçə rəqəm var? 1, 2, 3, 4, 5, 6, 7, 8 rəqəm var. İkincində 8 üsulundan seçə bilərəm. Üçüncündə 8 üsulundan seçə bilərəm. Və bunların hasilləri 5 vuraq 8 vuraq 8 vuraq 1 bərabərdir. Deməli 48-ə vuranda 320 üsul. Növbəti sual. Hər qutuya ən çox bir məktub atmaqla 3 müxtəlif məktubu 9 post qutusuna neçə üsulla atmaq olar? Əlimizdə 3 məktub var. 3 məktub var. 3 dənə məktubumuz var. Səliqəsiz məktublardır. 9 dənə də post qutusu var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə post qutusu var. Deyir ki, hər qutuya ən çox bir məktub atmaqla 3 müxtəlif məktubu 9 post qutusuna neçə üsulla atmaq olar? Məktubumuz birinci məktub, ikinci və üçüncü məktub. Birinci məktubu, deməli, neçə post qutusuna ata bilərəm? Qutuların hər biri boş olduğu üçün birinci məktubu hər birinə ata bilərəm. Hər bir qutuya ata bilərəm. Yəni, şansım var. Çünki boşdular bunların hamısı. Yəni, birinci məktubu atmaq üçün neçə şansım oldu? 9 şansım oldu. Yəni, 9 qutuya ata bilərəm. Artıq bu birinci məktubu qutulardan hər hansısa birinə atdımsa, həmin qutu qapandı. Məsəl üçün, bu qutuya atdım. Üçüncü qutuya atmışam, məsələn, bunu. Bu qutu qapandı. Artıq buna ayrı bir məktubu əlavə eləmək olmaz, atmaq olmaz. Çünki hər qutuya yalnız bir dənəsi atılmalıdır. Ən çox bir dənəsi. İkinci məktubumuzu. İkinci məktubumuzu neçə qutuya ata bilərik? 9 qutudan biri qapanıbsa, yerdə qalıb 8 dənəsi. İkincini isə biz 8 üsulla deməli qutuya ata bilərik. Deməli, ikinci üsul qaldı 8 üsul. Və bu da tutaq ki, gəldi, atdıq bu qutuya. Artıq bu qutuya atdıqsa, bu da bağlandı. Üçüncü məktubu atmaq üçün seçimlərimizin sayı deməli neçə dənə qaldı? 7 dənə yerdə seçim qaldı. Çünki artıq qutuların ikisinə məktub atılıbsa, üçüncündə 7 üsulla deməli qutulara ata bilərik. Bax, bu üsullarla. 7 üsul. Və bunlar, cavab bunların hasilləri olur. 9 vuraq 8 vurulsun 7, o da bərabərdir. 9 dəfə 8, 72 vuraq 7 bərabərdir. 14, 504 üsulla. 504 üsulla. Belə bir qeydimiz var. İmtahanlarda rast gəlinən bir sualdır. Ümumiyyətlə, dərmi stol sözü qarşınıza və dərmi masa, dərmi stol sözü qarşınıza çıxırsa, bu düsturu yadınıza mütləq şəkildə salın. Dərmi stolda en sayda adamı en çıxısın bir faktorial üsulla əyləşdirmək olar. Məsələn, sual. Dərmi stol arxasında 6 nəfəri neçə üsul ilə əyləşdirmək olar? 6 nəfəri deməli 6 çıxısın bir faktorial üsulla əyləşdirmək olar. Bərabərdir 5 faktorial, o da bərabərdir 120 üsulla. Və yaxud tutaq ki, desə ki, dərmi stol arxasında 7 nəfəri neçə üsulla əyləşdirmək olar? Cavab 7 çıxısın 1 faktorial, o da bərabərdir 6 faktorial, bərabərdir deməli 720 üsul. Düsturumuz budur. Deməli, dərmi stol arxasında en sayda adamı en çıxısın 1 faktorial üsulla əyləşdirmək olar. Növbəti qaydamız permütasiyadır. Ümumiyyətlə, birləşmələr nəzəriyyəsinin əsas elementləri permütasiya və kombinzondur.
Nədir permutasiya? Permutasiya sözünün mənası yer dəyişmə deməkdir. Yer dəyişmələrdir permutasiyalar. En sayda elementi olan çoxluğun bütün elementlərinin mümkün yer dəyişmələrinin sayına permutasiya deyilir. Yəni bu çoxluğun permutasiyaları deyilir və permutasiya n-dən n kimi işarə edilir. Nəyə görə n-dən n-ə? Çünki demişik ki, en sayda elementi olan çoxluğun bütün elementlərindən. Yəni en sayda elementi olan çoxluğun elementlərinin n-dən də istifadə etməklə yer dəyişmələr yaradırsa, bu n faktorial deməli permutasiya n-dən n-ə olur və düsturu da n-dən n-ə bərabərdir n faktorial düsturu ilə tapılır. Məsələn, ABC çoxluğuna bərabər olan çoxluqların sayını tapın. Yəni, bərabər çoxluq mövzusundan bilirik ki, bərabər çoxluq yalnız elementlərinin düzülüşünə görə, yəni elementlərin yerinə görə fərqlənən çoxluqlar bərabər çoxluq. ABC çoxluğuna bərabər olan çoxluqlar aşağıda göstərmişəm. ABC, ACB, BAC, BCD, CAB, CBA, yəni 1, 2, 3, 4, 5, 6. 6 dənədir. Yəni bu 6-nı biz necə əldə edirik? Bu çoxluğun neçə elementi var? 3 elementi var. Biz 3-dən istifadə edib 6 necə ala bilərik? 3 faktorialla 3 faktorial bərabərdir 1 vuraq 2 vuraq 3 bərabərdir 6-ya. Qeyd eləmişəm burada. Yəni 1 vuraq 2 vuraq 3 bərabərdir 3 faktorial. 3 faktorial da nə deməkdir? Permutasiya 3-dən 3-ə. Ümumiyyətlə n faktorial permutasiya n-dən n-ə deməkdir. Məsələn, permutasiya 5-dən 5-ə dedikdə biz 5 faktorial nəzərdə tuturuq. Eli cavab 120. Permutasiya 4-dən 4-ə dedikdə 4 faktorial nəzərdə tuturuq. Bərabərdir 24. Yəni, permutasiya yer dəyişmədir. Yəni, permutasiya 4-dən 4 ümumiyyətlə nə deməkdir? Mənası nədir? 4 elementi olan çoxluğun elementlərinin mümkün yer dəyişmələrinin sayı nəyə bərabərdir? 4 faktoriala bərabərdir, 24 olur. Belə bir məsələyə baxaq. Sərgidə 4 BMW və 6 Toyota markalı maşını neçə fərqli üsulla nümayiş etdirmək olar ki, Toyota markalı avtomobillər yanaşı düşsün. İndi məsələ burada nədir? Bizə şərt qoyur ki, Toyota markalı avtomobillər yanaşı düşsün. Toyota markalı avtomobillərin sayı 6 dənədir. Yəni, 6 maşın öz aralarında yerini dəyişə bilərəm. Məsəl üçün, Toyota'nın müxtəlif növləridir. Prado'dur, Camry'dir, Corolla'dır və s. Digər növləri. Bunların öz aralarında yerini dəyişə bilərəm. Bu Toyota'ların arasına BMW markalı avtomobil daxil ola bilməz. Yəni, bu 6 maşının ancaq yer dəyişmələrini öz aralarında aparır. Bu da nədir? Permutasiyalardır. 6 dənə elementin öz arasında yer dəyişmələrin sayı olur 6 faktorial. Deməli, Toyota'ların öz aralarında yer dəyişmələrin sayı oldu 6 faktorial. Ancaq 4 dənə BMW var. B1, B2, B3, B4 deyirəm. Toyota'lar isə bir qrupdur. Həmin bu Toyota B1 ilə B2 arasında da ola bilər. B2 ilə, bu 6 dənə Toyota bir yerdir. B3 ilə B3-ün də arasında ola bilər. B3 ilə B4-ün də arasında ola bilər. Toyota'lar bircə, yəni qrup şəklində bunların arasına daxil ola bilərlər. Daxil ola bilərlər. Deməli, bizdə 4 dənə BMW var. 4 dənə BMW var. Toyota'larda bunların arasına daxil ola bilər deyil. 6 dənə Toyota'nı artıq biz bir maşın kimi qəbul edirik. Yəni, bir qrup kimi qəbul edirik. 4 dənə BMW var. Bir qrupda Toyota var. Neçə element oldu? 1, 2, 3, 4, 5. İndi biz bu 5 dənə elementin öz arasında yer dəyişmələrin sayı nə qədər olur? Onu bilməliyik ki, bu da 5 faktorialla tapılır. Bəs niyə vurdum bunları bir-birinə? Ona görə bunları bir-birinə vururuq ki, sərgidə BMW və Toyota maşınlar eyni anda, yəni bir yerdə nümayiş olunmalıdır. Bax, belə məsələlərdə deməli nə edirik? Asan yadda saxlamaq üçün. Yanaşı olanların, yanaşı olacaq avtomobillərin öz faktorialını yazırsınız. O birisinin isə üstünə 1 gəlib faktorial yazırsınız. Ona görə ki, artıq bu yanaşı olanlar özü bir qrupdur. Qrup halında digərlərinin arasında yerləşə bilərlər. Amma bunların öz arasına BMW markalı avtomobil daxil ola bilməz.
Çünki bunlar yanaşı olmalı. Başqa bir məsələyə baxaq. Bu tip məsələdən birinə də baxaq. Məsələn, tutaq ki, verilibdir. Deyir ki, 3 oğlan, 5 qız. 3 oğlan, 5 qız şagird var. Şagirdi. Neçə müxtəlif üsulla yanaşı düzmək olar ki, oğlanlar yanaşı düşsün. Oğlanlar yanaşı düşsün. Artıq oğlanlar yanaşı düşməlidirsə, 3 oğlan var. 3 oğlan öz aralarında yerlərini dəyişə bilər. Məsəl üçün, Asif, Elçin, Namik. Asif, Elçin, Namik. Bu olsun oğlanlar. Asif Elçinlə, Asif Namiklə, Namik Elçinlə bunlar bir öz aralarında yer dəyişmələrini eləyə bilərlər. 3 nəfərin, yəni 3 oğlanın öz aralarında yer dəyişmələrin sayı olur 3 faktorial. Həmin bu 3 nəfərin arasına qız şagirdlər daxil ola bilməz. Nə tək-tək, nə 2-2, nə 3-3, nə 4-4, nə 5-5. Yəni oğlan şagirdlərin arasına qız şagird yerləşə bilməz. Ancaq qızlar üçün yanaşı olma bir şərti yoxdur. Bu 3 oğlan bir yerdə qrup şəklində qızların arasına düşə bilər. Onda neçə element əmələ gələcək? 5 dənə qız bunların arasına 3 oğlanda bir qrup şəklində düşsə 6 element yaranır sanki. 6 elementin öz arasında yer dəyişmələrin sayı olur 6 faktorial. Və bunlar deməli oğlanlar və qızları yanaşı düzürüksə, yəni bir yerdə düzürüksə birgəlik prinsipi də ona görə vurmaq lazım. Cavab olur 3 faktorial vurulsun 6 faktorial. Bəs belə bir sual da qoya bilər. Sadəcə verər ki 3 oğlan 5 qız şagirdi neçə fərqli üsulla düzmək olar? Artıq burada şərt qoymuş ki, oğlanlar yanaşı olsun və ya qızlar yanaşı olsun. Bu şərti qoymur. Onda 3 oğlan 5 qız cəm neçə nəfərdir? 8 nəfərdir. Onda olacaq cavab 8 faktorial. Gəlin bəndləndirək. Birinci A bəndi. Oğlanlar yanaşı düşsün. B bəndi. Qızlar yanaşı düşsün. C bəndi 3 oğlan və 5 qız şagirdi. Ümumiyyətlə neçə fərqli üsulla yerləşdirmək olar? Fərqli üsulla. Deməli, oğlanlar yanaşı düşürsə, oğlanların sayı 3-dürsə, 3 oğlanı düzürük 3 faktorial üsulla. Həmin o 3 oğlan bir qrupdur. 5 dənə qız var, elir 6, vurulsun 6 faktorial. Belə. Sual olsa ki, 3 oğlan 5 qızdır, deməli, qızlar yanaşı olmaqla neçə üsulla düzmək olar? Artıq qızlar yanaşı düşürsə, 5 qız var. 5 qızın öz aralarında yer dəyişmələri sayı 5 faktorial. Bu 5 qız bir qrupdur. Bir adam kimi qəbul edir bu 5 qızı. 3 dənə də oğlan var. 3 oğlan bir qrupda qız. 4 dənə adam qəbul eləsək, bunların da yer dəyişmələrinin sayı olur 4 faktorial. Heç bir şərt qoymadan desək ki, 3 oğlan 5 qızı neçə fərqli üsulla düzə bilərik? 3 oğlan və 5 qız. 3 oğlan və deməli 5 qız cəmi 8 nəfər eləyir. Onda olur onların yer dəyişmələrinin sayı 8 faktorial. D bəndində oğlanlar və qızlar yanaşı düşmək şərti ilə. Oğlanlar və qızlar yanaşı düşmək. Artıq oğlanlar da bir-birinə yanaşı olmalıdır, qızlar da bir-birinə yanaşı olmalıdır. Oğlanların öz aralarında yer dəyişmələrin sayı 3 faktorialdır. Qızların öz aralarında yer dəyişmələrin sayı 5 faktorial. Vurulsun 5 faktorial. Sadəcə fərq nədir burada? Oğlanlar sağda, qızlar solda və yaxud oğlanlar solda, qızlar sağda. 2 qrup yaranır da burada. Deməli, 3 nəfər oğlan bir qrupdur, 5 nəfər qızlar bir qrupdur. Deməli, 2 qrup varsa, həmin o 2 qrupun öz yer dəyişmələrinin sayı olur 2 faktorial. Sadəcə, yəni 2 də yaza bilərik. Növbəti bir sual. Əli, Rəşid, Fəqan, Nemət, Arzu, Samir və Ceyhun şəkil çəkdirmək üçün bir cərgəyə düzüldülər.
Şəkili neçə fərqli üsulla çəkmək olar ki, Fəqan, Arzu və Samir yanaşı düşsün? Bayaq elədiyimiz məsələlərdən eynilik təşkil edir bu məsələdə. Fəqan, Arzu, Samir yanaşı düşməlidir. Fəqan, Arzu, Samir. Bu üç nəfər yanaşı düşməsi üçün öz aralarında yerlərini dəyişə bilərlər bir-birinlə. Amma yanaşı olmaq şərti ilə. Üç nəfərin öz aralarında yer dəyişmələri sayı olur 3 faktorial. Artıq biz bu üç nəfərə bir adam kimi qəbul edirik. Yerdə neçə adam qalıb? Deməli, 1, 2, 3, 4 nəfər qalıbdır. Həmin bu 3 nəfər də bir qrupdur. Deməli, 4 nəfər bunlar, bir qrupda bu. 5 nəfər qəbul eləsək, onların da yer dəyişmələrinin sayı bir yerdə olur 5 faktorial. Cavab oldu 3 faktorial vurulsun 5 faktorial. Belə bir misala baxın. Nadir sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Burada sözün mənası olsa da olar, olmasa da olar. Yəni, mənası olan və yaxud olmayan. Sadəcə yer dəyişmələr. Neçə hərf var? 1, 2, 3, 4, 5 hərf var. 5 hərfin öz aralarında yer dəyişmələrin sayı 5 faktoriala bərabərdir. 5 faktorial, o da bərabərdir 120 üsul. Yəni, 120 üsul dedikdə söz nəzərdə tutulan. 120 söz düzəltmək olur. Növbəti bir sual. Şuşa sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Burada məsələ nədir? Təkrarlanan hərf var. Əslində, bundan sonraki məsələlər də eyni şeyə aiddir. Şuşa sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Şuşa sözünün hərflərin sayını tapırıq ki, neçə dənədir? 4 dənədir. Deməli, 4 dənə elementin yer dəyişmələrinin sayı olur 4 faktorial. Məsələ orasındakı burada təkrarlanan hərflər var. Ş ilə Ş, 2 dənə Ş. 2 elementin yer dəyişmələrinin sayı 2 faktorialdır. Fərqi yoxdur. Birinci Ş-nı qabaqda yazdım. İkinci Ş-nı qabaqda yazdım. Yəni, Ş eyni mənadır deyə. Bunların öz arasında yer dəyişmələrinin fərqi yoxdur. 2 elementində yer dəyişmələrin sayı 2 faktorialdır deyə. Hərflərin sayı nə qədər çox təkrarlansa, eyni hərf nə qədər çox olsa, söz o qədər az olacaqdır. Müxtəlif söz az əmələ gələcəkdir. Təkrarlanan hərflərin, Ş hərflərin sayı 2 olduğuna görə bölürük bunu 2 faktoriala. Bərabərdir 4 faktorial 24, 2 faktorial 2 bərabərdir 12. Buna aid bir neçə nümunə qarşıda var. Elə sözdə yazmışıq təkrarlı permutasiya. Yəni, hərflər təkrarlanırsa. Həndəsə sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Baxırıq, həndəsə sözündə neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7. Ümumiyyətlə, 7 elementin öz arasında yer dəyişmələrin sayı olur 7 faktorial. Baxırıq, görüm, təkrarlanan hərfi varmı? Bəli, var. Ə hərfi neçə dəfə təkrarlanıb? 3 dəfə təkrarlanıb. Bölürük 3 faktoriala. Bunun da açılışı 3-ə qədər açılıq. 7 vuraq, 6 vuraq, 5 vuraq, 4 vuraq, 3 faktorial bölək 3 faktorial. Bunlar ixtisar gedir. 5 dəfə 4, 20 vurulsun. 6 dəfə 7, 42 bərabərdir. 840 deməli söz düzəltmək olar. Növbəti sual. Ənənə sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Ənənə sözünün hərflərinin sayına baxırıq ki, 1, 2, 3, 4, 5. Yəni, 5 dənə hərfin öz arasında yer dəyişmələrin sayı olur 5 faktorial. Təkrarlanan hərflər var, bölürük. Ələr təkrarlanır. 1, 2, 3 dənə ə var. Məxləsdə 3 faktorial. Vurulsun. N-lar da təkrarlanır. 2 dənə də N var. Vurulsun 2 faktorial. Bərabərdir. 5 faktorial, 5 vuraq, 4 vuraq, 3 faktorial. Məxləsdə də 3 faktorial vuraq. 2 faktorialda 1 vuraq 2 yazsam. İxtisar getdi. 5 dəfə 4, 20. 2-yə də bölsəm, deməli, 10 olur. Növbəti söz. Kəlbəcər sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəltmək olar? Hərflərin sayına əvvəlcə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 hərfin öz aralarında yer dəyişmələrinin sayı 8 faktorial olur. Bölməliyik təkrarlanan hərflərin faktorialına. Ə hərfi təkrarlanır burada. 1, 2, 3, 3 dəfə. 3 faktorial.
2 da bir dəfə yazılıb. L, B, C və R hərflərinin hərəsi bir dəfə yazıldığı üçün onu yazmaq olar 1 faktorial, 1 faktorial, 1 faktorial. Amma ehtiyac yoxdur. Çünki 1 faktorial ilə 1 verir. Deməli, cavab olur 8 faktorial bölünsün 3 faktorial. Açıb hesablaya da bilərik. Növbəti qaydamız permütasiya və kombinizon qaydasıdır. N elementli çoxluğun K sayda elementi olan nizamlı alt çoxluqlarının sayına N elementli çoxluğun K elementli permütasiyaları deyilir. Və permütasiya N'dən K kimi işarə edilir. Permütasiya N'dən K bərabərdir N faktorial bölünsün N minus K faktorial düsturu ilə hesablanır. Burada N böyük bərabər K'dan, K da böyük bərabər 0 olmalıdır. Yəni, permütasiya N'dən K nə deməkdir? N elementi olan çoxluğun K sayda seçilmiş elementlərin sayı. Amma nizamlı. K sayda elementi olan alt çoxluqların sayı. Nizamlı alt çoxluq nə deməkdir? Nizamlı alt çoxluq o deməkdir ki, seçilmiş elementlərin yerini dəyişəndə, öz aralarında yerini dəyişəndə, o yenə bizim üçün əlverişli olursa, bu halda permütasiya seçirik. Əgər yox, seçdiyim elementlərin yerini dəyişəndə heç bir fərq yaranmazsa, bu halda kombinizon seçirik. Permütasiya ilə kombinizonun yeganə fərqi budur. Əgər seçilən elementlərin yerini dəyişəndə əvvəlki vəziyyətdən fərqli vəziyyət yaranırsa, bu halda permütasiya olur. Əgər seçdiklərimin yerini dəyişəndə yenə əvvəlki alınırsa, heç bir fərq yaranmırsa əvvəlkindən, bu halda isə kombinizon seçilir. Və kombinizonun tərifi nədir? N elementli çoxluğun K sayda elementi olan alt çoxluqlarının sayına N elementli çoxluğun K elementli kombinizonları deyilir. Və kombinizon N'dən K kimi işarə edilir. Kombinizon N'dən K bərabərdir N faktorial, bölünsün N çıxılsın K faktorial, vurulsun bir də K faktorial düsturu ilə hesablanır. Burada N böyük bərabərdir K'dan, K da böyük bərabərdir 0-dan. Və kombinizonun bəzi testdə daha tez-tez istifadə edəcəyimiz düsturlardır. Kombinizon N'dən 0 1-ə bərabərdir. Kombinizon N'dən N 1-ə bərabərdir. Kombinizon N'dən 1 N'dir. N'dən N-1 də N'ə bərabərdir. Kombinizon N'dən K'ya bərabərdir. Kombinizon N'dən N çıxılsın K'ya olur. İndi permütasiya ilə kombinizonun fərqini məsələlərlə ayırt etməyə çalışaq. Belə bir məsələ. Burada qeyd eləmişəm. Əgər seçilmiş elementləri yerini dəyişdirsə, fərq yaranırsa permütasiya ilə, fərq yaranmırsa kombinizon ilə hesablanır. İki məsələ seçmişəm. 20 şagird arasından sinifkom və növbətçini neçə üsuldan seçmək olar? Baxaq. Sinifkom və növbətçi. Tutaq ki, sinifdən 2 nəfər seçmişəm. Həmin adamların biri olsun Rasim, biri olsun Elçin. Birinci Rasimi sinifkom qoysam, Elçini növbətçi qoymalıyım. Bunun yerini dəyişsəm, Elçini sinifkom qoysam, Rasim növbətçi olacaq. Artıq yerlərin dəyişəndə fərq yarandı. Niyə yarandı fərq? Çünki vəzifələri dəyişdi bunların. Görəcəyi işlər dəyişdi. Əvvəl sinifkom olan, indi növbətçi oldu. Əvvəl növbətçi olan, indi sinifkom oldu. Vəzifə dəyişdi. Biz də nə demişik? Seçilmiş elementin yerini dəyişdikdə fərq yaranırsa permütasiyadır. Deməli, artıq burada fərq yarandı. Fərq yarandısa, deməli, permütasiya ilə seçməliyəm. 20 şagird arasında növbətçi və sinifkomu neçə üsulla seçmək olar? Permütasiya 20-dən 2. Niyə 2? Çünki 2 nəfər seçməliyəm. Biri sinifkom, biri də növbətçi. Cavab permütasiya 20-dən 2 və bu da bərabərdir. 20 faktorial bölünsün. 20 çıxar 2 faktorial, yəni 18 faktorial. Bərabərdir. 20 vuraq, 19 vuraq, 18 faktorial bölək 18 faktorial. İxtisar getdi 380 üsulla. Növbəti məsələ. 15 şagird arasında futbol oynamaq üçün ikisini neçə üsuldan seçmək olar? Deməli, birincində futbol üçün seçirəm, ikincində futbol üçün seçirəm. Tutaq ki, elə bir ki, həmin şagirdlər olsun.
Rasim, Elçin. Yerin dəyişsəm, Elçin, Rasim. Artıq yerin dəyişəndə heç bir fərq olmadı. Əvvəlcə də Rasim futbol oynayırdı, yenə də futbol oynayır. Yerin dəyişəndə də. Əvvəlcə də Elçin futbolçuydu, yenə də futbolçudur. Deməli, artıq burada yer dəyişəndə heç bir fərq yaranmadısa, deməli, bu zaman biz bunları kombinzonla seçməliyik. Kombinzon 20-dən yox, 15 şagird arasından seçməliyim mən bu iki şagirdi. Kombinzon 15-dən 2-yə bərabərdir. 15 faktorial bölək məxləsdə 15-dən 2 çıxanda 13 faktorial, bir də vurulsun 2 faktorial bərabərdir. 15 vuraq, 14 vuraq, 13 faktorial bölək 13 faktorial vuraq, 2 faktorial da elə 2-yə bərabərdir. Bunlar ixtisar gedir, 2 ilə 14 gedir 7, 7-nin 15-ə vuranda 105 ISO. Deməli, vəzifə fərqi varsa, əsas bu vəzifə məsələləri daha tez-tez rastlaşırıq. Vəzifə fərqi varsa, permütasiyadır, amma eyni vəzifə seçilirsə, artıq kombinzondur. Növbəti belə bir məsələ. Çevrə üzərində A, B, C, D, Y, F, K nöqtələri verilir. Deyir ki, təpə nöqtələri bu nöqtələrdə olan neçə vektor çəkmək olar? Vektor nədir? Vektor deməli istiqamətlənmiş düz xətt vektor. Əvvəlcə bir dənə vektor çəkək. Bir KB vektoru. Məsəl üçün KB vektorunu çəkdim. Vektorun başlanğıc və son nöqtələrini dəyişdikdə, vektorun istiqamətini dəyişdikdə əks vektorlar alır. Yəni ümumiyyətlə deməli KB vektoruna BK vektoru bir-birinin əksidir. Eyni vektorlar deyil. İstiqamət fərqi var. Çünki bu K-dan B-yə gedir. Deməli, KB vektorla BK vektoru bir-birinin əksidir. Bərabər deyillər bir-birinə. Bərabər deyil. Deməli, vektor seçən zaman vektorun başlanğıc və son nöqtəsinin dəyişəsi olsa, dəyişdiyimiz halda fərq yaranır. Artıq fərq yaransa, deməli, biz burada seçimi permütasiya ilə eləməliyik. Əgər KB ilə BK eyni vektor olsaydı, onda fərq yaranmazdı. Göstərdik ki, və dedik ki, burada istiqamət məsələsi var. KB vektoruna BK vektoru bir-birindən fərqli vektorlardır. Onda artıq biz permütasiya ilə seçməliyik. Və vektoru çəkmək üçün bizə 2 nöqtə lazımdır. 1, 2 nöqtə lazımdır. Neçə nöqtə var burada? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, çevrə üzərində olan 7 nöqtədən neçə vektor keçmək olar? Cavab permütasiya 7-dən 2-dir. O da bərabərdir. 7 faktorial bölək 7-dən 2 çıxanda 5 faktorial. 7 faktorialı atsam 7, 6, 5 faktorial bölək 5 faktorial getdi. Alt dəfə 7 elədi 42. Növbəti bir məsələ. Deməli deyir ki, çevrə üzərində A, B, C, D, Y, F, K, P nöqtələri qeyd olunmuşdur. Təpə nöqtələri bu nöqtələrdə olan neçə deməli vətər çəkmək olar? Neçə vətər çəkmək olar? Məsəl üçün, bir dənə AB vətərini çəkirəm. Vətər nədir? Çevrənin ixtiyari 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir. Amma burada AB vətəri ilə BA vətərinin heç bir fərqi yoxdur. Yəni, vətərin istiqaməti yoxdur, sadəcə uzunluğu var. AB-nin uzunluğu BA-nın uzunluğuna bərabərdir. Artıq deməli, başlanğıc və son nöqtələrin dəyişəndə fərq yaranmadı. Fərq yaranmazsa, biz artıq burada seçimi kombinzonla eləməliyik. Kombinzonla eləməliyik. Deməli, cavab olur kombinzon. Nöqtələrin sayına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, kombinzon 8-dən 2. Niyə 2? Çünki vətəri çəkmək üçün bizə 2 nöqtə kifayətdir. Bərabərdir. 8 faktorial bölək 8-dən deməli 2 çıxanda 6 faktorial vurulsun bir də 2 faktorialın özü. Bərabərdir. 8 vuraq, 7 vuraq, 6 faktorial bölək 6 faktorial vurulsun 2 faktorial. 6 faktoriallar getdi. Bərabərdir. 2 faktorial elə 2 edir. 8-dən gedir. Cavab oldu 28. Növbəti bir sual. Deyir ki,
Çevrə üzərində A, B, C, D, E, F, P nöqtələri qeyd olunmuşdur. Təpə nöqtələri verilmiş nöqtələrdə olan neçə üçbucaq çəkmək olar? Bir dənə üçbucaq çəkirəm, ixtiyari üçbucaq çəkirəm. Məsəl üçün A, B, Y üçbucağı. A, B, Y üçbucağı. Burada A, B, Y üçbucağı və yaxud B, A, Y üçbucağı və yaxud B, Y, A üçbucağı. Eyni üçbucaqdır. A, B, Y deməli üçbucaq A, B, Y. A, B, Y bərabərdir üçbucaq. Məsələn, B, A, Y. Eyni bir üçbucaqdır. Yəni, təpə nöqtələrini yerin dəyişəndə heç bir fərq yaranmır. Ona görə burada artıq seçim kombinizon olacaqdır. Cavab olur kombinizon. Neçə nöqtə var burada? 1, 2, 3, 4, 5, 6, 7 nöqtə var. Kombinizon 7-dən 3. Nəyə görə 3? Çünki üçbucaq tələb olunurdu bizə. Kombinizon 7-dən 3. Növbəti məsələ. Deyir ki, təpə nöqtələrindən çevrə üzərində bu nöqtələri verib. Deyir, təpə nöqtələrindən biri A nöqtəsində olan neçə üçbucaq qurmaq olar? Artıq burada şərt var ki, təpə nöqtələrindən biri A nöqtəsində olmalıdır. Bu halda nə edirik? Üçbucaqdan söhbət gedirsə, üçbucağın 3 dənə təpə nöqtəsi olur. Artıq bizə də onun birini veribdirsə, biz yerdə qalan ikisini seçməliyik. Həmin o ikisini neçə nöqtənin arasından seçməliyim? A artıq seçilib, A'ya dəymirik. Qalıb 1, 2, 3, 4, 5, 6. Deməli, yerdə qalan o 2 təpə nöqtəni o 6 nöqtə arasından seçilir. Cavab olur kombinizon 6-dan 2-yə. Bu məsələlərdə yalnız vektorda permütasiya olur. 3 bucaqdır, 4 bucaqdır, nə bilim, vətərdir. Bunların hamısında kombinizon olacaqdır. Çünki fiqurun təpə nöqtələri yerin dəyişik demək, o fiqurun, belə deyək də, heç bir xassəsini dəyişmir. Heç bir dəyişiklik əmələ gətirmir. Cavab olur kombinizon 6-dan 2. Məsələni bir də təkrarlayıram. Yadınızda yaxşı qalsın. Deməli, məsələ belə idi. Çevrə üzərində bu nöqtələr verilibdir. Təpə nöqtələrindən biri A nöqtəsində olan neçə üçbucaq çəkmək olar? Üçbucaq çəkmək üçün bizə 3 nöqtə lazımdır. Həmin o 3 nöqtədən də birini özü şərtdə deyir ki, A nöqtəsində olsun. Deməli, qalır bizə 2 nöqtəni seçmək. Həmin o 2 nöqtəni də yerdə qalan 6 nöqtənin arasından seçməliyəm. O da cavab kombinizon 6-dan 2-yə. Növbəti belə bir sual. Bu olsun deməli D1 və D2 düz xətləri. Sual belədir. Təpə nöqtələri verilmiş düz xətlər üzərində olan, yəni verilmiş nöqtələrdə olan neçə dördbucaqlı çəkmək olar? Təkrar edirəm. Təpə nöqtələri verilmiş nöqtələrdə olan neçə dördbucaqlı çəkmək olar? Əvvəlcə bir dənə dördbucaqlının birini nümunə üçün çəkək, sonra başqasına baxaq. Məsəl üçün, adlandıraq bu nöqtələri A, B, C, D, Y. M, N, K, P, F, L olsun. 5 dənə nöqtə D1-in üzərində var, 6 nöqtə D2-in üzərində var. Gəlin, baxaq görün, biz D1-in üzərində 3 dənə nöqtə götürsək, birini də buradan götürsək və bunları belə birləşdirsək, dördbucaq alınırmı? Təbii ki, alınmır. Və yaxud 4-ün də D1 üzərində götürsəm və yaxud 4-ün də D2 üzərində götürsəm, alınmaz. Çünki dördbucaqlının tərifində nə demişik? Demişik ki, üçü bir düz xətt üzərində olmayan 4 nöqtənin ardıcıl şəkildə birləşməsinə. Üçü bir düz xəttin üzərində olmamalıdır. Bir düz xəttin üzərində 2 nöqtəsi olmalıdır. 2 nöqtəsi. Deməli, həmin o 4 nöqtənin ikisini D1-dən seçməliyəm, ikisini də D2-dən seçməliyəm. D1-in üzərində 5 dənə nöqtə var. 5 dənə nöqtədən ikisi kombinizon 5-dən 2 üstündən seçiləcək. Deməli, ikisini buradan seçirəm. Kombinizon 5-dən 2-yə. Yerdə qalan 2 nöqtəni də D2-dən seçməliyəm. Burada da 6 nöqtə var. 6 nöqtədən ikisini kombinizon 6-dan 2 üstündən seçməliyəm. Və mən 4 bucaqlı əmələ gətirmək üçün yuxarıdakı 2 dənə nöqtə ilə aşağıdakı 2 nöqtəni eyni anda seçməliyəm. Yəni, birgə seçməliyəm. Bu da bizə nəyə xatırladır? Vurma prinsipi. Cavab olur kombinizon 5-dən 2. Burası kombinizon 6-dan 2. Və bunların da ayrı cavablarını hesablayıb qiymətlərini yerinə yazırıq. Növbəti bir məsələ.
Məsələn, şərti belədir. Diametri AB olan yarımçevrənin üzərində CDY nöqtələri, diametr üzərində isə M və N nöqtələri qeyd olunur. Təpə nöqtələri verilmiş nöqtələrdə olan neçə üçbucaq çəkmək olar? Üçbucaq qurmaq üçün bizə 3 nöqtə lazımdır. Hər halda üçbucaq qurmaq üçün istənilən halda 3 dənə nöqtə lazımdır. Məsəl üçün, mən üçbucağın birini çəkirəm. ADN üçbucağı və yaxud birini də çəkirəm. A, deməli, C, Y üçbucağı. Bu nöqtələri birləşdirdim, üçbucaqlar əmələ gəldi. Amma bir məsələ var. Bax, bu AB-nin üzərində AMN-i birləşdirsəm, düz xətt olar, üçbucaq olmur. Və yaxud MMB-ni birləşdirsəm, düz xətt olur, üçbucaq olmur. Onu bu halların sayını biz buradan çıxmalıyıq. Aha. İndi məsələnin həllinə keçək. Şərtdə nə demişdi? Diametri AB olan yarımçevrə üzərində CDY nöqtələri, diametr üzərində MN nöqtələri verilmişdir. Təpələri bu nöqtələrdə olan neçə üçbucaq çəkmək olar? Əvvəlcə nöqtələrin sayını tapıram. 1, 2, 3, 4, 5, 6, 7. Üçbucaq qurmaq üçün bizə 7 nöqtə lazımdır. 7 nöqtədən 3-ünü biz kombinizon 7-dən 3 üsulla seçə bilərik. Ancaq burada bir məsələ var ki, diametrin üzərində olan nöqtələrin 3-ünü birləşdirəndə bizə üçbucaq vermir. Onda biz bu halların sayını çıxmalıyıq. Çıxılsın. Diametr üzərində 1, 2, 3, 4. Yəni A, M, M, B. 4 dənə nöqtə var. 4 nöqtədən də 3-ünü neçə üsulla seçə bilərik? Kombinizon 4-dən 3 üsulla. Bu da bərabərdir. Kombinizon 7-dən 3-ə 35 eləməlidir. 4-dən 3-ə də 4 verir. Cavab olur 31.